Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bu dərsimizdə Mir Cəlalın Vətən Yaraları hekayəsi ilə tanış olacaq. Əvvəlcə onu qeyd edeyim ki, bu əsər biraz hekayə standartlarından kənardır. Çünki müxtəlif hadisələr öz əksini tapır. Düzdür, müəyyən qısa bir müddət deyəndə 4 ayın, 5 ayın söhbəti gedir və müxtəlif yerlərdə müxtəlif hadisələr baş verir və bu hadisə əsər həcmcə balaca olsa da, amma hadisələr o qədər çoxdur ki, və bizim bu əsərin balaca olması ilə bağlı buna biraz necə deyək ki, səthi yanaşmağımız ona gətirib çıxarır ki, vətən yaraları ilə bağlı sualları cavablandırmaqda çətinlik çəkir. Mən sizə yardımcı olmaq üçün vacib məqamları burada bir yerə toplamışam. İndi diqqətlə onları öyrənik. Birincisi, onu deyim ki, əsər təhkiyəçinin dilindən danışılır. Biz bu şəxsin adını görmürük. O, cəbhədə iki yoldaşı ilə birgə döyüşən bir əskərdir. Hadisələr onun dilindən danışılır, yəni hadisələr birinci şəxsin dilindəndir. Bu birinci şəxsin ifadəsini də anlamaq lazımdır. Yəni hadisənin şahid olan, hadisənin iştirakçısı olan şəxsin dilindən danışılır. O, əsər belə başlayır ki, o döyüş meydanındadır. Çox qızğın bir döyüşlər gedir və özünü o güllə, gürultu alıb bilir. Elə bu məqamda da yaralanır. Yaralanarkən keçirdiyi hisslər təsvir olunur. Bu əsər burada nə dərəcədə bunlar realdır. Yaralanmamış insanın bilməsi biraz çətin məsələdir. Görünür, hər yaralanan şəxs zaten özü müxtəlif hisslər keçirir. O belə düşünür, deyir ki, mənim gözümün qabağına heç nə gəlmədi. Yavaş-yavaş gördüm ki, yəni qanım axdıqca, yəni o hiss eləmir qan axdıqca ki, rahatlaşır. Amma deyir, dost, məndən qabaq yaralanmış adamlar deyərlər ki, bütün hər şey gözünün qabağından gəlib keçir, amma deyir, mənə də belə olmadı. Və bir anlıq deyir, hər şey dondu, qurudu və mən bu aləmdən qopdum. Ayılanda isə özünü yaxşı yumuşaq yorğan döşəkdə görür, ağ xələtli. Bacıları həkim ətrafında fırlanır. Bu yerdə yazıcı bu əsər sosialist realizmin tələbləri əsasında yazılmış əsər olduğu üçün, bir təbliğat əsəri olduğu üçün deyim ki, əsər həm bədii cəhətdən zəifdir, həm də belə deyək, təbliğat məqsədilə yazılan əsər olduğu üçün biraz da həyat həqiqətlərini olduğu kimi əks etdirməyən əsərdir. Müharibədə olmuş adamlardan soruşsaq, müharibə işdə bu təhkiyəçinin dilində söylədiyi kimi deyil. Yəni, arxa cəbhədə deyil, döyüş meydanında çadır qruplar, hospitaldır. Yəni, güya 41-45-ci illərdə hospitalda bir cənnət kimi bir vəziyyət təsvir olunur ki, az qala adam hissi gözü yaralansın. Və burada bir məqam deyim, ayılanda bu məsələni yadda saxlamaq lazımdır. Əskərin fəlsəfi düşüncələrinə yer verilibdir. O, mənəvi həyatın, belə fikirləşir ki, əskərin fiziki həyatından başqa bir mənəvi həyatı da var. O belə düşünür ki, öz qəlbindən belə fikirlər keçirir, fəlsəfi düşüncələrə dalır ki, insan dünyaya 2 dəfə gəliydi, bir dəfə həyatı öyrəniydi, sonra o öyrəndiyi həyatı, hər şeyin qədrini bilə-bilə təzədən yaşayıydı. Və qısa ömrünü, kənddəki həyatını, bu şeyləri də əsərdə xatırlayır. İkinci hissə başlayır, birinci hissə bu əskərin yaralanmasından bəhs edir. İkinci hissədə təhkiyəçi danışır ki, bunlar cəbhədə 3 yoldaş döyüşürlər. Onlardan biri Nəsrəddindir ki, onun həm orta məktəbdə yoldaşı olub, yəni məktəbdə yoldaşı olub, həm də universitetdə yoldaşıdır olub, indi də cəbhədə yoldaşıdır. Bir nəfər də var, Lətif adlı, onlardan 2 yaş balacadır, Mina arvadın oğludur, atası çoxdandan ölüb, Çolahir kəndindən. Belə məlum olur ki, təhkiyəçi bu oğlanı uşaq vaxtı tanımıyor. Yəni, bu qonşu kənd, belə məlum olur ki, qonşu kənddir. Amma bunların neysə, bir sovetlik deyək də, bir sovetlikdə birləşiblər. Necəsə, anasını Mina arvadı bu tanıyır. Hətta oğlu ilə özünü müqayisə edir, deyir Mina arvad. Biraz şöhrətpərəst, özü də bu şöhrətpərəstliyi də deyir, heç də ona yaraşmazdı, deyir. O nümayəndə idi, qadınların nəsə bir qurumu var imiş, orada nümayəndə idi. Həmişə deyir, sədrin yerində oturub iclas aparmağı çox xoşlayardı. Və ana diri baş olsa da oğlu başlağı üzü yola idi, deyir.
və bu oğul həmişə də özünü deyir, kiçik kimi aparardı. Yəni bu 2 nəfərə bu ali universitetdən əsgərliyə gəlmiş. Bu təşkilatçı ilə Nəsrəddinə bu oğlan hörmət eləyərmiş. Həm də məsələn, bir yerimiz yatmağa bir yer rahatlamaq, hazırlamaq lazımsa ilk əvvəldir o çabalayıb bizim üçün də yer hazırlayarmış. Yəni belə yaxşı oğlan olur. Bu girişləri verəndən sonra bu deyir ki, mən birdən hiss edirdim ki, mənim yanıma gəlməyə heç kəs qoymurlar. Çünki məni deyir, bərk qoruyurlar ki, mənim əsəblərimə təsir eləyər, yəni mənə emosiyaya qapılmaq olmaz. Ümumiyyətlə, məlum olur ki, bu təhkiyatçı ağır yaralanıb. Ağır yaralanan, o hətta o qədər ağır yaralanıb ki, bir həftə keçməsinə baxmayaraq, onun yanına gələn dostlarım üçün bu qalxa bilmir. Hətta deyir, bilmirəm, mənə deyir, çarpayıya sarıdıqlarından mıdır, yoxsa qalxanda bərk ağrıyacağımdandır bu deyir. Mən Nəsrəddinlə Lətifin səsini eşidəndə deyir, heç qalxma. Onlar bir təhər deməli istəyir ki, tibb bacısı onları yenə görüşməyə qoymasın. Amma buradan təhkiyatçı dillənir ki, yatmamışam, oyağam, buraxın gəlsinlər. Və bu səsi eşidəndən sonra Nəsrəddinlə Lətif bir tane tibb bacısını dilə tuturlar, tez çıxacaq vədi ilə girirlər onun yanına. Və başlayırlar, deməli bunlar, burada maraqlı bir epizod var. Əsərdə ümumiyyətlə bir-birini tutmayan hallar çox. Hiss olunur ki, əsər sürətdən təbliğat məqsədi ilə yazılıbdır. Məsələn, bu faktın birindəyim ki, təhkiyatçının evə gedəcəyi dəqiqləşib, netləşib ki, yəni bu evə getməlidir. Yəni yaralılar belə məlum olur ki, güya yataqdan qalxandan sonra məzuniyyət verirlərmiş, evə gedirmiş. Amma biz bunu Lətifdə görmürük. Lətif də sonralar çox ağır yaralanır, amma Lətifin evə getməyindən söhbət getmir. Yəni bu necə olur ki, əskərin biri yaralanır, gedirmiş evə, biri yaralanırmış, evə getmirmiş. Bu da yəni bir-birini tutmayan faktlardan biridir. Demək, Nəsrəddinlə Lətif gəlir, görüşürlər təhkiyatçı ilə və ona ürək-dirək verirlər. Hətta onun belə ağır yaralandığını görüb Nəsrəddin belə qəribə bir bənzətmə aparır. Deyir ki, qəribə deyəndə, yəni buna ürək-dirək vermək üçün deyir ki, sən bir cavan qovaq ağacasan, güclü qovaq ağacasan, ona da bir pısaq vursaq deyir. Ondan suyu axsa, amma deyir, sonra bir 2-3 aydan sonra gəlib görəcək ki, həmən o yaralanmış ki, daha möhkəmdir, bərkiyibdir, bu ağacda da heç nə eləməyib. Sənə də deyir, bu güllə heç nə eləməyəcək, bu yaralar heç nə eləməyəcək, sən daha da bərkiyəcəksən və evə gedəcəksən. Ən çox bunların bu hissədə söhbəti olur ki, sən evə gedəcəksən, sanki bizim gözümüzdən də vətənə bax. Və bunların Nəsrəddinin əvvəlcə bu təhkiyatçıya bir xahiş olur, deyir, bizim evə də gedərsən, sonra yəqin ki, universitetə gedəcəksən, orada bizi tanıyanlara salam deyərsən. Hətta kitabxanaçı deyir, gör məni soruşacaqmı ki, bu oğlan niyə gəlib çıxmır? Niyə gəlib? Mənim deyir, ora abunəyəm. Gör, maraqlanırmı ki, mən niyə gəlmirəm? Bunlar biraz da süni sözlərdir, çünki müharibə dövrüdür. Hamının oğlanların əskər getdiyi hamıya məlumdur, amma sanki belə söz xatirinə yazılmış sözlərdir. Lətif də söylüyor ki, bunlar görünür qonşu kənddəndirlər. Bəs anam gələcək səni görəcək, deyirsən, anam gedib bizim direktor Əbil müəllimi görərsən, mənim ünvanımı verərsən, bəlkə deyir, məktub yazan oldu, hal-əhval tutarsan. Çünki bu həqiqətən cəbhədə olan adamlar üçün vətən şirin olur, vətən onda qədirli, qiymətli olur, ev, eşik, oradakı adamlar əziz olur, vətənin qədri qürbətdə bilinər, xüsusilə də döyüş şəraitində, o döyüş vəziyyətində olan adamlar üçün, gənclər üçün həqiqətən vətən çox qiymətli, dəyərli görünür. Sonra Nəsrəddin bu hadisələrin hamısını bir-bir xatırladır, amma ardıcıldan. Sonra Nəsrəddin davam edir ki, gedib mənim tarımı çalarsan, orada bir çahargah salarsan. Hətta bizdə bir 2-3 gün qalacaq. Qanam deyir, qoy mənim iyimi səndən alsın. Yəni, belə bilsin ki, oğlu gəlibdir. Sonra onun arxasından Lətif deyir ki, mənim yerimə gedərsən, bulaqdan su içərsən və burada hadisələrin yaz fəslində cəryan elədiyi məlum olur. Üçüncü hissədə isə təhkiyatçı vağzaldan düşüb evlərinə gedir. Belə məlum olur ki, bunların qaldığı yerdə vağzal var. Vağzaldan düşüb evlərinə gedir və gedir. Həmişə deyir, anamla razılaşdığımız bir yer olur. Qaçları ora qoyardıq. Söhb təbii, ana sevd olmur, daşı qaldırır, görür ki, açar orada. Sonra anasından bu barədə söhbət edir ki, mən onsuz da evdə olmuyor. Sən nə təri bu açarı da qoymuşsan. Deyir, nə bilim ayol, həmişə düşünürdüm ki, sən gələrsən və o açarı götürərsən, mən evə girərsən, xəyallar qururdum. Görsən, deyir, xəyallarım da gerçək olmuşdu. Anasından söhbəti verilir
Və anasının bu xoş sözlərindən, söhbətlərindən sonra təhkiyəçinin dilindən belə bir ifadə söyləndi ki, bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan başa bir cənnət olar. Sonra deyir ki, adamların mənə münasibətindəndirmi, kəndə gəldiyim üçün məndəki yüksək əhval-ruhiyyədəndirmi, yeməkdən, içməkdən, nəysə, mən deyir, çox tez sağaldım, bərpa oldum deyir və cəbhəyə getmək məqamı gəldi. Tam deyir, bizim evə yığışdı deyir, bazar günü. Hərə bir şey gətirmişdir, siqaret gətirən, müxtəlif paylar gətirən, burada tütün məsələsi də vurğulanır. Və anam da deyir, mənə ayrıcana bir deyir, boxça hazırlamışdı, bir kutu hazırlamışdı. Mən deyir, o hədiyyələri deyir, o sovqatları deyir, aparmağın çox çətin bir şey olduğunu vurğuluyordum ki, bu çətin bir şeydir. Daha biz bilmirik o nə qədər sovqat götürür, amma bir onu bilir ki, anasının koyduğu payı bir yerdə aşmalı olduqlarını, yeməli olduqlarını anasının tövsiyəsilə sonradan əməl edir. Çünki anası ondan çıxanda deyir ki, ay ol, bax, bir açın, bir oturun, bir yiyin, bir gəzin, bir vuruşun. Və dördüncü pərdədə hissədə daha doğrusu təhkiyəçi gəlir. Ona biraz vəzifəsini böyütmək istəyirlər, amma o razılaşmır ki, dostlarından ayrı düşməsin. Tez gəlir cəbhəyə, amma cəbhəyə gəldi görür ki, nə Nəsrəddin var, nə də Lətif. Nəsrəddin 2 gün qabaq yaralanıbmış, amma Nəsrəddin var, deyirlər ki, rahat, yarası yüngüldür, qolundan yaralanmış olur. Amma Lətifdən deyir, heç kəs danışmır. Komandiri görür, soruşur ki, bəs Lətif, o da ona bir kağız verir, uzadır. Kağızda yazılmış ki, Sinəskər yaşayacaqdır. Və sonra komandir izah edir ki, bu Lətif çox bərk yaralanıbmış, 2 güllə yarası sinəsindən alıb, sonra qəlbə yarası. Düşünürlərmiş ki, sağ çıxmaz, yaşamaz, amma deyir, həkim və burada həkim də məlum olur ki, Azərbaycanlıdır. Həkim deyibdir ki, biyasdır, sağ olacaq. Mən deyir, daha iş yerimdə dayanamadım, deyir, tez özümü yetirdim. Nəsrəddinin yatdığı xəstəxanaya gördüm ki, deyir, Nəsrəddin əlində isti ağ xələt. Yenə deyirəm, burada müəllif, yəni müəllif deyim, Cəlal nəzərdə tuturam. Müharibəni elə təsvir edir, arxan cəbhəni, xəstəxananı elə təsvir edir ki, güya hər şey yerli, yataqlıdır. Biz özümüz gördük ki, 2-ci Qarabağ Savaşında belə xalq özü ordusuna necə dəstək oldu, o yarımçılıqları, o çatışmazlıqları, ordu necə, əhali özü necə aradan qaldırdı. 21-ci əsrdə balaca bir dövlətin ərazisində gedən müharibədə belə böyük çatışmazlıqlar olur ki, onu xalq özü bir oldu, bir yumruq kimi birləşib aradan qaldırdı. O boyda müharibədə, ən azı dəhşətli müharibə, xüsusilə SSR ilə Almaniya arasında olan o dünya müharibəsində, yəni o cəbhədə, SSR ilə Azərbaycan arasında, SSR ilə Almaniya arasında olan cəbhədə milyonlarla insan şikəst olub, milyonlarla. O azı müharibədə bu cür, yəni belə arxa cəbhədə ay belə isti xələt, ağ yorğan döşək, ağ mələfə falan bunlar hamısı necə deyərlər, şişirtmə, təbliğat məqsədi ilə yazılmış fikirlər. O müharibə o qədər dəhşətli olub ki, 100 minlərlə insan birdən əsir düşürmüş. 10 minlərlə insan birdən məhv olub gedirmiş. Elə danışır ki, elə bir uşaq, nə bilim, uşaq nağılıdır. Dediyim kimi təbliğat məqsədi ilə yazılmış bir əsərdir. İstidir, xələtdə idi, vəziyyəti yaxşı idi, qolundan yaralanmışdı. Mən onunla danışdıq ki, gedək Lətifi görək. O da dedi ki, bəs mən həkimimdən icazə ala bilmərəm. Həkimim əvvəlcədən də hərbçi olmuş adamdır. Amma deyir, mən öz boynuma götürdüm və yaxınlaşdım. O da mənə dedi ki, sabah yarım saatdan sonra, nahardan sonra yarım saatlıq gedə bilər. Amma deyir, mən heç imkan tapıb deyəmədim ki, bəs mənim vaxtım yoxdur. Onu öyle deyir, Nəsrəddini qoyub özün Lətifin yanına getdi. Bu məqamı deyim ki, deyir, Nəsrəddin yanına gələndə mən boxsanaşmaq istədim. Burada məlum olur ki, təhkiyəci anasının tövsiyəsinə heç də əməl eləmir. Amma deyir, Nəsrəddin qoymadı. Dedi ki, Lətifsiz aşmaq olmaz. Mən deyir, getdim, bəli deyir, sabah gözləyəməzdim. Getdim deyir, Lətifin yanına, boxçamı da deyir, bu hədiyyə boxçamı da Lətifin yanında qoydu. Orada elə bir epizod var. Lətif deyir, mən görən kimi ağladı, deyir, mən də gördüm, deyir, özümü saxlayamışam və tezcə də aralandım, gəldim.
5-ci hissədə danışılır ki, Lətif də 2 ay yarımdan sonra sağalıb gəlir. Yəni Lətifin evlərinə getmək məsələsi bu məsələ əsərdə yoxdur. Yəni ağır yaralanmış bir adam hər bir adamı göndərmirlərmiş. İndi necə olursa ki, bu təhkiyəçi gedir. Getmişdi evlərinə. Biz də yığışdıq, boğçanı açdıq. Boğçada nələr var idi? Çişmiş fındıq, ordubad alması, albuxara. Adama da bir əl dəsmalı, bir ətirli sabun, bir cüt də əlcək. Bunlar bir yerdə yeyirlər, əlcəkləri tapırlar və bu boğçanın bir yerdə açılması bir simvolik məna kəsb edir ki, dostlar həmişə bir yerdə olmalılar, bir-birlərini qorumalılar, bir vuruşmalılar və anasının sözündə xatırladır, təhkiyəçi deyir ki, anam demişdi ki, biz bir yerdə açaq bu süfrəni, bir yerdə oturaq, bir yerdə yeyək, bir yerdə gəzək, bir vuruşaq. Bunlar da bu sözləri xatırlayırlar və sonda təhkiyəçinin sözləri ilə bitirəsər deyir, sağ olaq, torpağımızı qoruyaq, təcavüzkarları vətənimizdən qovaq, qoy analarımız sevinsiz, ana vətən də bizdən razı qalsın. Əlavə olaraq onu deyim ki, bu əsərdə qəhrəmanların heç birinin atası yox. Belə məlum olur ki, düzdür. Lətifin atasının olmamağı xüsusi söylənilir. Kitabda atası çoxdan da ölmüşdür. Amma belə məlum olur ki, nə təhkiyəçinin, nə də Nəsrəddinin də atası var. Heç biri yox. Əsərin məzmunu ilə tanış olduq. Vətənpərvərlik mövzusunda yazdıq, vətəni qorumaq hər bir insanın borcudur. İdeyası əsərdə ana xətt kimi keçir və hətta burada dostluq, birlik, bir yerdə olmaq, bir yerdə olmaq məsələsi vurğulanır ki, buna da bizim əsərin qəhrəmanları riayət edirlər. Dediyim kimi, təbliğat məqsədi ilə yazılmış bir əsərdir. Əsərin ümumiyyətlə dili, bədili cəhətdən yüksək səviyyəli bir əsərdir. Əsərin dili də elə bir sanki bir məqalə dilidir, publisistik bir məqalə dilidir. Yəni obrazlıq da zəifdir zaten. Dediyim kimi təbliğat məqsədi ilə yazılmış bir əsərdir. Amma bu hadisələrin hamısını necə cərəyan edildiğini yadda saxlamaq lazımdır. Bu əsərdən bağlı ümumiyyətlə sual çox düşür. Qəbulda, ali məktəbə qəbulda, bakalavr imtahanında istəyir miqdə çox rast gəldiyimiz xüsusilə açıq kitabdan yox, görürsən ki, Mirzəlalın Vətən Yaraları əsərindən çox sual düşür. Az qala bütün imtahanlarda salınır. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.